Salam əziz izləyicilərim, kanalıma xoş gəldiniz. Bugünkü videomda sizə Azərbaycan milli mətbəxindən manqalda ciyər kababının hazırlanmasını təqdim edirəm. Ciyər kababını mən çəpiş ciyəri ilə hazırlayıram. İstəsəniz quzu ciyəri ilə də əvəz edə bilərsiniz. Olduqca dadlı, ləzzətli bu kababın hazırlanma qaydası sizin üçün maraqlıdırsa, buyurub videomu izləyə bilərsiniz. Çəpişin ciyərlərini, böyrəyini, ürəyini, bağırsağını yuyandan sonra sitka qabın içərisinə yığdım. Suyu çəkiləndən sonra doğramağa başlayıram. Əvvəlcə ağciyəri doğrayıram. Ağciyəri nazik, uzunsov formada doğrayıram. İstəsəniz biraz kiçik ölçüdə də doğraya bilərsiniz. Ağciyərləri doğradım, sonra ürəyi götürüb belə bir formada doğrayıram. Sonra böyrəyi götürürəm, ortadan ikiyə bölürəm və orta hissədə yerləşən bu hissəni çıxardıram. Bu qaraciyərin yanında yerləşən pərdə hissəsidir. Qaraciyəri ona bükəcəyik. Əvvəlcə qaraciyəri belə bir ölçüdə doğrayıram. Qaraciyəri doğrayandan sonra qaraciyərin yanında yerləşən bu pərdə hissəsini kiçik ölçülərdə doğrayıram. Qaraciyəri duzlayandan sonra buna büküb kabab bişirəndə qaraciyər çox dadlı, ləzzətli olur. Çəpişin qaraciyərini doğrayandan sonra zövqə görə duz, istiot vururam və bu cür qarışdırıram. Sonra bükərək şişə çəkəcəm. Bu cür qaraciyəri bükdüm və şişə çəkdim. Əgər bugünə qədər bu cür qaraciyər kababı hazırlamamışsınızsa, hazırlamağınızı məsləhət görürəm. Olduqca dadlı, ləzzətli olur. Çəpişin ciyərlərini, ürəyini, böyrəyini, bağırsaqlarını şişə çəkəndən sonra yaxşıca duzunu, istiotunu vurub bam közün üzərində hər tərəfi qızarana qədər bişirirəm. Çalışmaq lazımdır ki, gür közün üzərində bişirməyəsiniz. Onda ciyərlərin üzəri yanır, içərisi yaxşı bişmir. Mənim hazırladığım ciyər kababı bu cür alındı, süfrəyə bu cür təqdim edirəm. Əziz izləyicilərim, bu ciyər kababının dadını, ləzzətini ancaq yeyənlər bilər. Ona görə hər birinizə hazırlamağı məsləhət görürəm. Videomu sona qədər izlədinizsə, hələ də kanalıma abunə deyilsinizsə, kanalıma abunə olsanız, bəyəndiyiniz videolarımı paylaşsanız sevinərdim. Yeni videolarda görüşmək ümidi ilə Allaha əmanət olun. Süfrələriniz ruzili, bərəkətli, bol olsun inşallah.